Güclü qar səbəbilə Astara rayonu və bir neçə kənd arasındakı yol bağlanıb. Bu barədə Qafqaz İnfoya milli qəhrəman Pəncəli Teymurovun qardaşı Famil Teymurov məlumat verib. Azxanakaran kənd sakini Famil Teymurov bildirib ki, vəziyyətlə bağlı aidiyyət üzrə müraciətləri etsə də baxılmır. Bir neçə gündür yollar bağlıdır. Astara rayonunun Azxanakaran, Hamuşam, Toradi, Motyalatak kəndlərində vəziyyət dəyişməz olaraq qalır. Kəndlərdə nə internet var, nə işıq, nə də yollar açılıb. Aramsız yağan qar səbəbindən yaşayış məntəqələri arasında əlaqə tamamilə kəsilib. Üstəlik, nə yollara texnika göndərilib, nə də buna hər hansı bir cəhd olunub. Kənd əhalisi ərzaq üçün rayona gedə bilmir. Çıxmışıq dağın başına ki, heç olmasa buradan əlaqə yarada bilək. Ölsək heç kimin xəbəri olmayacaq. Dünya ilə əlaqəmiz kəsilib. Məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyəti başçısının köməkçisi Asiman Qasımlı bildirdi ki, hazırda yollarda təmizlik işləri aparılır. Hamuşam kəndindən rayona gedən yollar təmizlənir. Eyni zamanda əks istiqamətli də təmizlik gedir. Qarın hündürlüyü çox olduğu üçün təkərli texnikalar hərəkət edə bilmir. Bizə iri sepli texnikalar lazım idi ki, rahat hərəkət edə bilək. Qarın hündürlüyü müxtəlif yerlərdə 1 metr 20 santimetrdən 1 metr 60 santimetrə qədərdir. Hazırda qar yağmır, yolun açılması istiqamətində işlər görülür. Lakin gün sonuna qədər yolların tam açılacağını dəqiq deyə bilmərik.